Dostlar, necəsiz? Ümidvaram ki, hər biriniz çox yaxşısınız. Nəhayət ki, gözlənən gün gəldi. Artıq buraxılış imtahanını verdiniz və mən də böyük bir sevinc hissi ilə həmin sualların izahını sizlərə təqdim edirəm. Deməli, yəni 13-cü sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Deməli, 13-cü sualda bizə preposition bölməsindən olan sual təqdim olunub. Belə ki, bu sualın cavabı olacaq by, with, yəni D variantı. Belə ki, these photos were taken. Deməli, şəkilləri alıb kimdən? My friend, dostum tərəfindən şəkillər alınıb və a mobile phone və telefon ilə ona göndərilib. Yəni şəkilləri dostu buna neyniyib? Telefon vasitəsilə göndərib. 14-cü sual. 14-cü sual tense form. Belə ki, zaman bölməsidir. Zaman bölməsində gördüyünüz kimi keçmiş zamanla uzlaşıb. Cavab olacaq A variantımız. Deyərsiniz B variantı nəyə görə olmaz? Ona görə olmaz ki, money sayılmayan tək bir isimdir. Onun xəbəri harla verilə bilməz. Digər belə deyim variantlarımızda da zaman uzlaşması pozulubdur. Daha sonra 15-ci sualın izahı ilə tanış olaq. Passive voice, yəni məchul növ mövzusundan sizə təqdim olunan bir sualdır və bu dəfə bu sual fərqli bir formatda təqdim olunub. Belə ki, bizə düzgün məchul növdə olan cümləni seçməyimizi soruşur. Belə ki, A variantına baxsaq, gördüyümüz kimi burada to be-nin formaları verilməyib. To be-nin forması plus participle olmalıydı. Bu variant getdi. B variantımız gördüyünüz kimi to be-nin formaları və participle tamamilə doğrudur. Digər variantlarımızda da gördüyünüz kimi participle təqdim olunmayıb. Belə deyim ki, zaman formaları olmadığına görə digər variantlarımız da yanlışdır. Daha sonra 16-cı sualın izahına baxaq. 16-cı sualda gördüyünüz kimi article bölməsidir. Gördüyünüz kimi yenə də buraxılış imtahanında bizə ətraflı şəkildə gözəl qəşəng təqdim olunub. Deməli, collection sözü var burada. Kolleksiya deməkdir. Ştamp ola bilər bunun sinonimi. Deməli, kolleksiya təkdə olan bir isimdir və sizə də əvvəlki videolarımda təqdim etdiyim kimi, əgər sayılan deyəndə sait səs gələrdisə, mən ona heç vaxt A artiklı verə bilmirdim, ən olacaq və artıq mən tanışam deyə, həmçinin in sözündə var deyə mən ora Z artiklını neynirəm? Yapışdırıram. Cavabım olur B variantı. Daha sonra 17-ci sualın izahı ilə tanış olaq. 17-ci sual nədir? 17-ci sual tərcümə əsasındadır. Belə ki, definition bizə təqdim olunub, həmin sözün belə deyim ki, bizdən mənasını tapmamızı istəyir. Deməli, dostlar, habit vərdiş deməkdir. Dream arzu və yaxud arzulamaq deməkdir. Decision qərar, manə davranış, opportunity imkan, şans anlamına gəlir. Yəni sözümüzün izahına baxaq. In a person's behavior or way of action, acting. Deməli burada bizə açar sözü olaraq behavior sözü təqdim olunub, davranış deməkdir. Davranış olaraq da bizə meynə sözü tamamilə dolğun şəkildə təqdim olunub. Cavabımız olacaq Y variantı meynə. 18-ci sualın izahı ilə tanış olaq. Modal verb bizə təqdim olunub. Deməli, modal verb bölməsində mən sizə əvvəlki videolarımda demişdim ki, can heç bir zaman to ilə işlənməz. Having gərək yanında bir dənə to'su olsun. Might to ilə işlənməz. Qaldığı iki variant arasında ikisi də tamamilə doğrudur. Gəlin indi sonuncu nüans olaraq tərcümə metodumuza keçək. My mother is very tired. Deyir ki, mənim anam çox yorğundur. I help her. Nə etməlisən? Əgər maman yorğundursa, sən nə etməlisən? Ona kömək etməlisən. Shouldn't. No, cavab olacaq must B variantı. 19-cu sualın izahı ilə ətraflı şəkildə tanış olaq. Mən gördüyünüz kimi sizə əvvəlki videolarımda təqdim etdiyim sual tiplərindəndir. Nöqtədən əvvəlki sözə baxmırıq. Əgər cümlədə sözünü yoxdursa baxırıq. Gördüyünüz kimi sözünü var, sözündən əvvəlki sözə fokuslanırıq və deməli təkdə olduğuna görə gördüyünüz kimi sizə variantlar şəklində də izahını vermişdim. Deməli cavabımız olacaq 2, 1-də 5 əziz dostlar. Mən sizə 1-in nəyə görə olmadığını demişdim. Yanında B-si yoxdur. Ona görə yoxdur. Deməli, cavabımız olacaq C variantı 2-5. Dostlar, burada deməli, gəlin indi 20-ci sualın izahına baxaq. Deyəcəkdim ki, bəs bunun ardı hanı? Positive case bizə yiyəlik hal mövzusundan təqdim olunan bir sual tipidir. These mean language-ın xəbəri var. Bu cavabımız olacaq elə A variantı. Digər variantların səhvi ilə tanış olaq. Those mean apostrof S olmalıydı. S apostrof yox. C variantda this
man olmalıydı, man yox. That mans əsla ola bilməz. That man apostrof s olsa tamamilə doğru variant ola bilərdi. Burada this man olmaz. Ona görə olmaz ki, this tək işarə əvəzliyidir. Mən ona nəyə görə cəm belə deyim ki, kişi şəxsi verməliyəm ki? Elə deyilmi? 21-ci sualımızla ilə tanış olaq. 21-ci sualımızda bizə geçə bir dənə xəbər verib. Making coffee today. Deyir ki, bugün kofeni kim hazırlayacaq? Kim düzəldəcək? Cavab olacaq C variantı. Kimsə səhv götürüb təbii ki. 22-ci sualımızla ilə tanış olaq. Deməli, 22-ci sualda bizə bağlayıcı mövzusundan olan bir sual təqdim olunub. Belə ki, they didn't invite me to the party. Deyir ki, onlar məni dəvət etmədilər. Dəvət etmədiklərinə görə mən də neylədim? Getmədim. Səni dəvət eləməyiblərsə, dəvət eləmək, belə deyim ki, zəhmətində bulunmayıblarsa, sən də neyləmsən? Getməmsən. Belə ki, mən də getmədim. Dəvət olmayan yerə neyniyib? Getməyib, düz eləyib. 23-cü sualımızla ilə tanış olaq. Deməli, burada honest vicdan anlamına gəlir, patient səbir, daha sonra kreativdə yaradıcı anlamına gəlir. Gəlin indi bu sualların variantlarının qarşısına cavab yazaq. Deməli, honest dedik ki, vicdan deməkdir. Being able to wait for a long time. Sən uzun müddət neynir? Gözləyir. Deməli, onun səbri var ki, səni uzun müddət gözləməyə qadirdir. Daha sonra, deməli, having a lot of imagination and ideas. Tam belə deyim ki, pigmentləri normal görünmür deyə sözləri yanlış deyə bilərəm. Yəni tələffüz formatda yanlış deyə bilərəm, üzrü sayarsınız. Çünki tam görə bilmirəm. Daha sonra, deməli, cavabımız oldu. Yeni ideyalar kəşf edirsə, bu adam kreativ, yəni yaradıcı bir şəxsdir. Always telling the truth, hər zaman həqiqəti danışır. Bu adam həqiqəti sevər bir şəxsdir. C, A, B. Deməli, cavabımız olacaq C, A, B, Y variantı. Daha sonra 24-cü sualımızla tanış olaq. Mənim sınaqlarda izah etdiyim sual tiplərindən olan gözəl bizə close meaning, yəni sinonim soruşur bizdən. Mən sizə etmişdim ki, close meaning də verə bilər, sinonim də verə bilər. Gördüyünüz kimi bizim buraxılış imtahanımızda da close meaning verib. Deməli, uşaqlar, bizim düzgün cavabımız olacaq A variantı. Nice, beautiful. Hər ikisi bir-birinin sinonimidir. Gözəl, qəşəng deməkdir. Gəlin digər variantların səhvinə baxaq. Old köhnə, rude, kobud deməkdir. Nə əlaqəsi var? Difficult, çətin, easy, asan. Bunlar əksinə antonimdir, sinonim deyil. Tall, hündür, short, qısa. Bunlar antonimdir. Happy, sad, xoşbəxt, kədərli. Bunlar da antonimdir. Gəlin 25-ci sualımızla ilə tanış olaq. Bizə antonimi seçməyimizi soruşur. Bizə baxın, mən demişdim sizə opposite də verə bilər, antonim də verə bilər. Gördüyünüz kimi bizə opposite təqdim olunub. Deməli, gəlin tapaq. Dangerous, təhlükəli, safe, təhlükəsiz. Cavabımız olacaq 1, çünki antonimdir. Ugly, eybəcər, clever, ağıllı, bunun nə əlaqəsi var? Different, müxtəlif, ancient, qədim, bunun da heç əlaqəsi yoxdur. Və nəhayət boring, cansıxıcı, interesting, maraqlı cavabımız olacaq 1, 4. Uşaqlar, yadınızdadırsa, mən bundan əvvəlki videomda bizə belə təqdim etmişdi ki, cümlənin tərkibində boring vermişdi. Deyirdi ki, onun antonimin, opposite'ın seç, biz orada interesting'i götürmüşdük.